Avustraliya. Avustraliya Cənub yarımkürədə Hind okeanı ilə Sakit okeanı arasında yer alan bir ölkədir. $7,6 milyon kvadrat kilometr ərazisi ilə bura dünyanın ən böyük 6-cı ölkəsidir. Ancaq bura nə bir ada, nə də ki bir qitə olaraq qəbul edilir. Avustraliya əgər bir ada olsaydı dünyanın ən böyük adası, qitə olsaydı dünyanın ən kiçik qitəsi olardı. Ölkə tək başına Okeaniyanın bütün torpaq parçasını əhatə edir və qitənin 90% torpaqları Avustraliyaya aiddir. Dünyanın düz olduğu zamanlarda bura dünyanın sonu olaraq qəbul edilirdi. Avustraliya coğrafi baxımdan yalnız bir ölkədir. Ən yaxında yerləşən Yeni Zelandiyaya təyyarə ilə 3 saatlıq bir yol var. Xəritədə çox yaxın kimi görünən ölkələrlə arasındakı məsafə təyyarə ilə ən azı 7-8 saatlıq bir yoldur. Azərbaycandan Avstraliyaya birbaşa uçmaq mümkün deyil. İki ölkə arasındakı məsafə 13.157 kilometrdir. Bakıdan paytaxt Kamberraya gözləmələrlə ortalama 20 saata çatmaq mümkündür. Paytaxt Kamberra ya da ən məşhur şəhərləri olan Sidney və Merve şəhərlərini əsas götürsək, Avstraliyada zaman Azərbaycana görə 7 saat irəlidən getməkdədir. Hər ölkə mədəniyyəti və coğrafiyası ilə biri-birindən olduqca fərqlidir. Ancaq Avstraliya müəyyən bir mədəniyyətlə ön plana çıxan ölkədir. Xalqının kənardan baxıldığında fərqli bir xüsusiyyəti var və multikultural quruluşuna görə ölkəyə ayaq basan hər bir kəs Avstraliyalı kimi dəyər görməkdədir. Çox millətli əhalisinin 30%-i özünü Avstraliyalı kimi tanısa da, əsl Avstraliyalılar əslində əhalinin yalnız 3%-ni təşkil edir. Ölkədəki hər kəs biri-birindən ayrı, fərqli etnik qruplardan gəlir. Çox millətli bir ölkə olsa da, Avstraliya irqçiliyin ən az yaşandığı ölkələrdən biridir. Ölkədə 270-dən çox fərqli etnik qrup var və 300-dən çox fərqli dil və ləhcələrdə danışılmaqdadır. Avstraliya torpaqlarının 20%-i çöllərdən ibarətdir. Bundan başqa ərazisinin 70%-i səhra və yarımsəhralardan ibarətdir. Avstraliyanın rəsmi bir dini yoxdur. Əhalisinin 52%-i xristiyan, 30%-i dinsiz, 2,4%-i isə müsəlmanlar və buddistlərdir. Geri qalanları isə başqa dinlərə inananlardır.
Avstraliyada ortalama insan ömrü kişilərdə 80, qadınlarda isə 81 ildir. Avstraliya dünyanın 184 ölkəsinə vizasız getməyə haqq verən dünyanın ən güclü 8-ci pasportuna sahibdir. Ölkənin rəsmi bir dili olmasa da burada hər kəs ingiliscəni öz ana dili kimi istifadə edir. ...2021-ci ilə qədər Avstraliya dünyada ən çox əmək haqqı verən ölkə idi. Hal-hazırda ölkədə illik ortalama maaş 70-80 min dollar arası dəyişir. Burada maaşlar aylıq deyil, 15 gündən bir verilir. Avstraliyada bir insanın xoşbəxt yaşaması üçün böyük vəzifələrdə işləməsinə ehtiyac yoxdur. Çünki pul dərdi çəkməyən bu insanlar qazandıqları pulla keyfiyyətli bir həyat yaşaya bilirlər. Burada insanlar bizlərdən fərqli olaraq bir aylıq maaşları ilə bir maşın ala bilir. Siz də Avstraliya haqqında bildiyiniz maraqlı məlumatları yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstək də ola bilərsiniz.